И последнее, что я хочу сказать, Və sonda demək я istədiyim этим завершаю. və bununla da bitirəcəm. И я хотел бы обратиться к тем, которые никогда не принимали Иисуса O Христа. kəslər ki, İsa Məsihi heç zaman qəbul etməyib, onlara müraciət etmək istəyirəm. К тем, которые, может быть, сегодня впервые это слышат. Və bəlkə də bugün ilk dəfə eşidən kəslər var, onlara müraciət etmək Или к istəyirəm. тем, которые будут слушать потом по YouTube. Və ya daha sonra YouTube-dan qulaq asacaq kəslərə müraciət etmək istəyirəm. Я хочу вам сказать, что если вы не принимали Иисуса Христа никогда, Demək istəyirəm ki, əgər İsa Məsihi heç zaman qəbul etməmisinizsə, я хочу сказать, что вы в огромной опасности. demək istəyirəm ki, siz böyük Я təhlükədəsiniz. не pугаю это. Və bununla sizi qorxutmaq Но istəmirəm. это то, что говорит Слово Божие. Amma Tanrının kəlamı bunu deyir. Вы в огромной Siz опасности. böyük təhlükədəsiniz. Но знаете, есть радостная весть. Amma bilirsinizmi, xoş xəbər var. Сейчас период пробуждения, праздник весны. Canlanma, bahar bayramı dövrüdür. И это пробуждение души, этот праздник, он может быть и в вашем сердце. Və bu qəlbin canlanması sizin də ürəyinizdə baş verə bilər. Завтра, послезавтра, через неделю этот праздник уйдет. Və sabah birisi gün, bir həftədən sonra bu bayram keçib gedəcək. Новруз байрам уйдет. Noruz bayramı keçib gedir. Но есть вечный праздник. Amma əbədi bir bayram var. И вы можете стать частью этого праздника, Və siz də həmən o bayramın bir hissəsinə çevrilə bilərsiniz. если вы примете Иисуса Христа. Əgər İsa Məsihi qəbul edərsinizsə. Еще один стих, который я пропустил. Və bir bənd var idi ki, onu buraxdım. Смотрите, Экклесиастам, 7 глава, 20 стих. Vaizin kitabı 7-ci fəslin 20-ci bəndinə baxın. Нет человека праведного на земле, который делал бы добро и не грешил бы. Yazılıb ki, doğrudan da yer üzündə elə salih adam yoxdur ki, yalnız yaxşılıq edib heç bir günah etməsən. Поэтому я хотел бы вас, те, которые не принимали Иисуса Христа никогда, я хотел бы вас разободрить. Və İsa Məsihi heç zaman qəbul etməyən kəsləri yenidən ruhlandırmaq istəyirəm. Ruhdan salmaq istəyirəm. Ruhtan salmaq istəyirəm. Ruhdan salmaq istəyirəm. Чем? Ki, nə ilə? Своей праведностью вы никогда не войдете в этот праздник. Ki, öz salihliyiniz vasitəsilə o bayrama daxil ola bilməzsiniz. Здесь Соломон говорит, что человек делает добрые дела, но и грешит, и грешит, и грешит. Süleyman deyir ki, bax, insan yaxşı işlər görür, amma əvəzində yenə də günah edir. Но хорошая новость заключается в том, что вы можете зайти на небеса, на этот праздник, праведностью Иисуса Христа. Amma yaxşı xəbər ondan ibarətdir ki, siz səmalara, həmən bu bayrama İsa Məsihin salihliyi vasitəsilə daxil ola И bilərsiniz. я хотел бы помолиться сейчас. Və indi dua etmək istəyərdim. Те, которые никогда не принимали Иисуса Христа. İsa Məsihi heç zaman qəbul etməyən kəslər üçün. Вы можете пригласить Иисуса Христа в свою жизнь. Demək istəyirəm ki, siz İsa Məsihi öz həyatınıza qəbul edə bilərsiniz. Вы можете